Salam. Bugün bərabərsizliklər mövzusuna aid bir misal həll etmək istəyirəm. Bərabərsizliyin növü xətti bərabərsizlikdir. 23 nömrəli misalda. Xətti bərabərsizliyin ümumi şəkli A(x) böyükdür B-dən və yaxud A(x) böyük bərabərdir B-dən, A(x) kiçikdir B-dən və ya A(x) kiçikdir bərabərdir B şəklindədir. Və burada bir sıra hallar vardır. İndi misal üzərində həll edək, baxaq. Xətti bərabərsizliyin ümumiyyətcə bərabərsizliyin ən sadə növüdür. X-ları bir tərəfə keçirdəcəm, rəqəmləri bir tərəfə keçirdəcəm. X kiçikdir 5-dən. Xətti bərabərsizlik ədəd oxu üzərində qeyd olunaraq, rənglənərək göstərilir. 5-dən kiçikləri qeyd edirik. Və ciddi bərabərsizlik olduğu üçün içi boş olacaq. Misalın cavabı -sonsuzluq 5-dir. İndi baxaq misalda nə istəyir bizdən. Bərabərsizliyin ən böyük tam həllini tapın deyir. Ən böyük tam həlli 4 olacaq. D variantı. Yenə də qeyd edirəm. Bərabərsizliyin ən sadə növüdür və ədəd oxunda rənglənmə şəklində tapılır. Bu şəkildə.